Hörmətli izləyicilər, Xırdalan şəhərinin ən böyük kompleksi Avparkda sizə yeni bir mənzil təqdim edəcəm. Mənzil möhtəşəm mənzildir, yəni uzun müddət belə gözəl, səliqəli mənzil çəkmirdim. Mən bax, giriş qapısı buradadır, girişin solunda divar içi mexanizmlə böyük bir giriş dolabı yığılıb. Evdə nə qədər artıq əşyanız varsa, paltarınız varsa, hamısı bax bu dolaba yerləşər. 3 qapılı sürgülü və güzgü fasadı verilmiş dolabdır. Sağ tərəfdə isə yerləşir. Bax, belə bir tavana qədər yeni yığılmış dolab. Koridor, hamam otağı və mətbəx bütövlükdə döşəmədir. Giriş qapısının qarşısında yerləşir mənzilin zalı. Təmir yüksək keyfiyyətlidir. Kombi xəttləri çəkilib, kombi aparatı radiatorlarda var. Belə bir deməli zal. Xırdalan şəhərinin ən böyük kompleksi olan Avda yerləşir. Amma bu bina VIP binadır. Yəni bir dənə möhtəşəm həyəti var ki, gəl görəsən. Bu kompleks tanıyanlar bilir. Özü kompleks, möhtəşəm kompleksi, parkı, restoranı, əyləncə mərkəzləri, hər bir şey var. Burada yataq otağıdır. Yenə koridorda olduğu kimi divar içi mexanizmlə bax belə güzgülü dolab yığılıb tavana qədər. Kifayət qədər genişdir. Burada boşluq, digər tərəfdə boşluq var. Yataq otağında qapılar görürsünüz, çox keyfiyyətli və yığılma qapılardır. Bunlar heç birisi hazır qapı deyil, hörmətli izləyicilər. Burada isə hamam otağıdır. Bütün aksesuarlar quraşdırılıb, tam hazır vəziyyətdədir. Sonunda sağ tərəfdə yerləşir mətbəx. Tavana qədər membranla mətbəx mebeli yığılıb. Görürsünüz, rəzapalı mərmərdir, keyfiyyət öz sözünü deyir. Bütün texniki adamlar üzərindədir. Eyvan sahəsinə çıxışı mənzilin panoraması birbaşa Avparkın parkınadır içindəki. Bu gördüyünüz kompleks Avpark kompleksidir. Böyük bir kompleksdir. Bütün binalar Avparka məxsusdur. Bu isə VIP binadır. Sürətli lifti, yeraltı parkingi, çox gözəl qapalı həyətyanı sahəsi var. Yəni mən deyərdim ki, Bakıda heç belə bina yoxdur. Qiymətini qeyd edəcəm. Sağ olun, salamat qalın.